Sabirabadda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü rayon sakini Amid Əskərovu minik avtomobili vurub, o aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Faktla bağlı araşdırma aparılır. İyulun 4'ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş. 158 saylı orta məktəbdən məzun olan 2010-cu il təvəllüdlü Zəhra İsrafilova iyulun 5-i ikinci cəhd imtahanında iştirak edəcəkmiş. Qeyd edək ki, hadisə Ümid Əkbərov küçəsində 2 mərtəbəli evdə baş verib. Partlayış nəticəsində Zəhra İsrafilova həlak olub, daha 3 nəfər isə ağır xəsarət alıb. Hadisənin qaz sızmasından baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.